İstirahət günü olmağına baxmayaraq Ərkivan Xeyriyyə Cəmiyyətinin zəhmətkeşləri, fəalları iş başındadır. Biz güləş zalında təmir işlərini yekunlaşdırmaq istəyirik. Buna görə də 4 günlük istirahətimizi istirahət saymayıb, gəlmişik işlərimizi davam etdirək. Mən Xeyriyyə Cəmiyyətinin sədri deyiləm təkcə, həm də bu cəmiyyətinin sürücüsü, eyni zamanda fəhləsiyəm və mənimlə birlikdə Xeyriyyə Cəmiyyətinin fəalları da vardır ki, onlar ödənişsiz işləyirlər, maya dəyərindən aşağı qiymətlə işləyirlər, iş görürlər, başqa formalarda öz xeyirxah işlərini həyata keçirdirlər. İndi onlarla sizi tanış edəcəm. Güləş salonda, Mədəniyyət klubunda bütün santexnik işlərini Xəzər Usta və onun briqadası həyata keçirdir. Xəzər Usta, təşəkkürümüzü bildiririk. Bütün işləri də ödənişsiz eləyib. Var olasınız. Xəzər Usta ilə birlikdə işləyən Hidayət, təşəkkür edirik. Əziyyətiniz böyük oldu, zəhmətiniz böyük oldu bu işlərdə. Salonun hamamı otaqları demək olar ki, hazır vəziyyətə gəldi. Bizim digər zəhmətkeş insanımız da İltizamdır, İltizam Əmrahov. Təşəkkür edirik. Burada güləş zalında gedən bütün təmir işlərinə heç bir təmanına güdmədən gəlib əvvəldən axıra qədər işə nəzarət elədi. Var olasınız. Malyar işlərin həyata keçirilir. Hüseyin Hüseynov. Hüseyin, nə yerdədir işlər? Burada bütün elektrik işlərin həyata keçirən Azadı Fəttayev. Təşəkkür edirik Azadı. Böyük xeyirxah işlər, sənin də əməyin vardı. Binanın bütün elektrik işlərini yenilənmişik, hamısı yenidən olacaq. İşçi qüvvəmizdən biri də Əleydər Əkbərovdur. Gəlib bizə kömək olur. Sağ olsun. İşçiləri çayla təmin elədiyinə görə Ağsaqqallar klubuna, buranın çayçısına, Zakirə, müdiri Elçinə təşəkkürümüzü bildiririk. Sağ olun. Ərkivanımızda gözəl restoranlardan birincisi bəlkə də kəndimizdir. Kəndimiz bu günləri işçi kollektivini qonaq eləyib. Təşəkkür edirik Rövşən müəllim ablamın rəhbərinə. Allah onun atasını rəhmət eləsin. Balaxan əmini hər kəs tanıyırdı xeyirxah əməlləri ilə. Bu gün onun qonağıyıq. Var ol, təşəkkürümüzü bildiririk.